Əslində bu indiki gələcək zamanda idi. Yunsaruna idi. Ləmmə ədatı önünə gəldikdən sonra oldu ləmmə yunsaru. Demək burada kişi cinsinin 3-cü şəxsin cəmində nun hərfi düşdü. Oldu ləmmə yunsaru. Sonra gəlirik 3-cü şəxsin qadın cinsi ləmmə tunsar. Burada nun hərfi düşməyib, belə necə var olduğu kimi qalıb. O qadın hələ yardım olunmadı. Ləmmə tunsara, o iki qadına hələ, yəni indiyə qədər yardım olunmadı. Burada da nun hərfi düşüb. Ləmmə tunsara. Demək, ləmmə yunsarna, o qadınlara hələ indiyə qədər də yardım olunmadılar. O qadınlar hələ indiyə qədər yardım olunmadılar. Burada da ləmmə yunsarna da nun hərfi düşməyib. Çünki müənnəs cəmlərdən nunlar qalır. Sonra indi keçirik feilin ikinci şəxsinə, yəni sənə. Ləmmə tunsar, sən kişi hələ yardım nədir olunmadın. Sən kişi yardım olunmadın.